Yeni yasamalda əhalinin sıx məskunlaşdığı bir ərazidə təcili olaraq 250 kvadratlıq obyekt icarəyə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlaki obyektdir. Yerləşir Yeni Yasamalda, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın, Albalı Uşaq Bağçasının yaxınlığında, hündür mərtəbəli binanın birinci mərtəbəsində. Ümumi sahəsi 250 kvadrat olan bir obyektdir ki, aylıq 2000 manat olmaq şərti ilə icarəyə verilir. 2 geniş zalı var, 2 otağı var, 2 sanuzeli var, 2 duş kabinesi var, bir mətbəxdən ibarətdir. Dəyərli izləyicilər, bu obyekt əvvəl idman zalı kimi fəaliyyət göstəribdir. Hal-hazırda götürmək istəyən şəxs götürüb istədiyi kimi istifadə edə bilər. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu obyekt yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda, Albalı Uşaq Bağçasının yaxınlığında, hündür mərtəbəli binanın birinci mərtəbəsində, ümumi sahəsi 250 kvadrat olan 2 geniş zaldan, 2 otaqdan, 2 sanuzeldən, 2 duş kabinədən, bir mətbəxdən ibarət olan bir obyektdir ki, aylıq 2000 manat olmaq şərti ilə icarəyə verilir. Bu obyekt əvvəl idman zalı kimi fəaliyyət göstəribdir. Hal-hazırda götürmək istəyən şəxs istər mağaza kimi, istər gözəllik salonu kimi, istər yenə də idman zalı kimi götürüb istifadə edə bilər. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.